boks karşılaşmaları ise 5 oktyabr tarihiyle final karşılaşmalar olacak ve medallar öz sahiplerini tapacak. İki zərbə həm Muhammadjon'dan həm Mikhail'dən. Çənəyə doğru zərbə. Yaxşı alındı. Bak. Cavab gecikmədi Muhammadjon'dan. Həqiqətən 3-cü raundda əla zərbələrə izləyirik hər iki boksçudan. Sağ-sol yumruqlar. Uppercut da gördüm hətta bir dəfə. Çənəyə də altdan yuxarı yumruq atıldı. Huklar, cəblər, nə istəsəz var 3-cü raundda. İlk raundu Belarusyalı önde bitirmişti. Görək 3-cü raundda necə olacaq. Abi qəşəng, gözəl zərbə. Knockout etməsə Muhammadjon rəqibini böyük ehtimalla məğlub olacaq. Son 10 saniyə. Son 10 saniyə. Zərbələrin ardı-arası kəsilmədə həqiqətən stamina cəhətdən hər iki boksçuya əhsən düşür sona qədər. Bəlkə idmançılı bilərlər. Gameplay çərçivəsində təbriklərini onların dilədilər. Və bəli, Mikhail Çanak hər 3 raundda açıq-aşkar rəqibdən güclü oldu və adını yarım finala yazdırır.